ISO 9001 bir standartdır. Bizneslərə yaxşı məhsul və xidmətlər təqdim etmələrinə kömək edir. Bu standart bütün dünyada istifadə olunur. Müştərilərə şirkətin keyfiyyətə önəm verdiyini göstərməyin bir yoludur. ISO 9001 yaxşı keyfiyyət idarə etmə sisteminə, yəni KIS-ə sahib olmaq deməkdir. KIS şirkətin riayət etdiyi bir sıra qaydalardır. Bu qaydalar şirkətə yaxşı məhsul və xidmətlər istehsal etməyə kömək edir. Qaydalar həmçinin şirkətin inkişafına da kömək edir. ISO 9001 yalnız böyük şirkətlər üçün deyil, hər ölçülü şirkət üçündür. İstənilən şirkətə daha yaxşı məhsul və xidmətlər istehsal etməyə kömək edə bilər. ISO 9001 bizneslər üçün vacibdir, çünki keyfiyyətlərini və müştəri məmnuniyyətini artırmağa kömək edir. Bir biznes ISO 91-ə əməl etdikdə, müştəri tələblərinə cavab verən məhsul və xidmətlər istehsal etdiyinə əmin ola bilər. Bu, daha çox satışa və daha məmnun müştərilərə gətirib çıxara bilər. ISO 9001-ə sahib olmaq həmçinin biznesə pul qazanmağa kömək edə bilər. Çünki bu, biznesə tullantıları azaltmağa və səmərəliliyi artırmağa kömək edə bilər. Bir biznes daha səmərəli olduqda, istehsal xərclərinə qənaət edə bilər. ISO 9001 həmçinin biznesə daha çox iş əldə etməyə kömək edə bilər. Bir çox müştəri ISO 9001 sertifikatlı şirkətlərlə iş görməyə üstünlük verir. Çünki bu şirkətlərin keyfiyyətə sadiq olduqlarını bilirlər. ISO 91-in əsas prinsiplərindən biri müştəriyə yönəlməkdir. Bu o deməkdir ki, biznes həmişə müştərilərinin ehtiyaclarını və onları necə ödəməyi düşünməlidir. Digər bir əsas prinsip liderlikdir. Bu o deməkdir ki, biznes liderləri keyfiyyətə sadiq olmalı və işçiləri üçün yaxşı nümunə olmalıdırlar. Davamlı təkmilləşdirmə ISO 91-in digər vacib prinsipidir. Bu o deməkdir ki, biznes həmişə məhsullarını, xidmətlərini və proseslərini təkmilləşdirməyin yollarını axtarmalıdır. Bu prinsiplərə əməl etməklə bizneslər səmərəliliklərini artıra, xərclərini azalda və müştəri məmnuniyyətini artıra bilərlər. ISO 9001-in tətbiqinin bir çox faydası var. Məsələn, bizneslərə müştəri məmnuniyyətini artırmağa, xərcləri azaltmağa, səmərəliliyi artırmağa, rəqabət üstünlüyü qazanmağa və ünsiyyəti və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edə bilər. ISO 9001-in tətbiqi bizneslər üçün çətin ola bilər. Çünki keyfiyyət idarə etmə sisteminin inkişaf etdirilməsi və tətbiqi çox vaxt və səy tələb edir. Lakin bu prosesdə bizneslərə kömək etmək üçün bir çox resurs mövcuddur. Bir biznes ISO 9001-i tətbiq etdikdən sonra sertifikatını qorumalıdır. Bu o deməkdir ki, keyfiyyət idarə etmə sistemini müntəzəm olaraq nəzərdən keçirməli və təkmilləşdirməlidir. Bu, daxili auditlər və idarə etmə icmalları vasitəsilə edilə bilər. ISO 9001-in uğurlu tətbiqi üçün bir çox məsləhətlər var. Bu məsləhətlərin bəzilərinə rəhbərliyin dəstəyini almaq, işçiləri standart üzrə təlim etmək, bütün prosesləri sənədləşdirmək və müntəzəm auditlər aparmaq daxildir. Bu məsləhətlərə əməl etməklə bizneslər ISO 9001-i uğurla tətbiq etmək və saxlamaq şanslarını artıra bilərlər.